Azərbaycanda artan əhali, onlarla birlikdə böyüyən uşaqlar. Bəs bu yolda onları gözləyən təhlükələrdən xəbəriniz varmı? Təəssüflər olsun ki, bu təhlükələrdən biri pedofiliyadır. Uşaqlarımızı rahat böyütmək, onlara ilham qaynağı olmaq istəyirik. Amma bu insanlar cəmiyyətdə olduğu və artmağa davam etdiyi müddətcə uşaqlar bu təhlükədə böyüyür. Bu gün sizə cəmiyyətimizin artıq bu pedofiliyanı necə normallaşdırdığını öz başıma gələn faktlarla sübut edəcəm. Valideynlər və bacısı qardaşı olan gənclər ekrana yaxın əyləşsin. Əvvəlcə mövzunu daha dəqiq anlamaq üçün gəlin birlikdə 1400-1500-cü illərə, qədim İnk imperiyasına gedək. O dövrlərdə sivilizasiya bəlkə indiki qədər inkişaf etməmişdi, amma əxlaq anlayışı poladdan daha sərt idi. O vaxtlar müasir dövrdə bizim pedofiliya adlandırdığımız bu iyrənc əməl sadəcə bir cinayət yox, bəşəriyyətə və Tanrıya qarşı ən böyük xəyanət hesab olunurdu. İnklər uşaqlara toxunulmaz bir varlıq kimi baxırdılar və bu zorlama aktı müqəddəs bakirəliyin oğurlanması adlanırdı. Bəs cəzası nə idi? İndiki kimi bir neçə il həbs, psixoloji reabilitasiya? Xeyr, bu cinayəti törədən şəxs üçün verilən hökm edam belə deyildi. Bu, onun varlığının tamamilə silinməsi idi. Bir azyaşlıya təcavüz edərkən yaxalanan şəxs şəhərin mərkəzi meydanına gətirilər, ən ağrılı üsullarla dirəyə bağlanar və imperiyanın bütün əhalisi, yaşlısından gəncinə qədər hər kəs tərəfindən daşlanaraq öldürülərdi. Amma dəhşət bununla bitmirdi. İnk qanunvericiliyi inanırdı ki, uşağa şəhvətlə baxan birinin qanı, geni, hətta ruhu zərərlidir və bu zəhər gələcəyə daşınmamalıdır. Buna görə də cinayətkarın təkcə özü yox, onun arvadı, uşaqları, hətta evindəki heyvanları belə öldürülürdü. Qəddarlıq kimi görünür, elə deyil? Amma məqsəd pisliyin kökünü tamamilə qazmaq idi. Onun evi yerlə yeksan edilir, yaşadığı torpağın üzərinə nəhəng daş qayalar yığılırdı. Bu daşlar o demək idi ki, burada bir daha ot belə bitməsin. O yer lənətlənmiş sayılır, əbədi olaraq kimsəsiz qoyulur və insanların yaddaşından tamamilə silinirdi. İndi dərindən nəfəs alın və günümüzə qaydaq. O dövrdə cinayətkarın nəslini kəsəcək qədər sərt reaksiya verən bəşəriyyət necə oldu ki, bu gün həmin əməli törədənlərlə sosial şəbəkədə zarafatlaşacaq səviyyəyə indi? Hal-hazırda Azərbaycan mediasında, sosial şəbəkələrdə bu insanların var olduğunu bilirik. Amma məsələ sadəcə onların varlığı deyil, bizim onlara olan reaksiyamızdır. Sizə yaxın günlərdə şahid olduğum, qanımı donduran bir hadisədən danışmaq istəyirəm. Çoxlarınız Discord platformasını bilirsiniz. Bilməyənlər üçün deyim ki, bu səsli və yazılı söhbət platformasıdır. Gənclərin və uşaqların ən çox vaxt keçirdiyi yerdir. Üzvü olduğum kanalların birində qarşılaşdığım mənzərə məni şoka saldı. Bir istifadəçi özünə pedofili nikini qoymuşdu. Bəli, pedofili. Bu insan özünü cəmiyyətə bu adla təqdim edir. Amma daha dəhşətlisi nə idi bilirsinizmi? Digər istifadəçilərin, gənclərin onunla heç nə olmamış kimi, sanki adı Əhməd və ya Məmməd imiş kimi normal söhbət etməsi. Cəmiyyətimizin gəncləri bəzi mövzularda qırmızı xəttlərin olduğunu unudublar. Bu sadəcə zarafatdır, bu sadəcə bir nikdir deyib keçənlər var. Amma unutmayın ki, insanın seçdiyi ad onun şuur altısının meyillərinin güzgüsüdür. Necə ki, kimsə zorakılığı, ölümü təbliğ edən bir ad seçirsə, bu onun daxili aləminin təzahürüdür. Biri çıxıb deyə bilər, özü heç nə etmir, sadəcə adı belədir. Baxın, məhz təhlükə buradadır. Potensial təhlükəyə biganəlik, o təhlükənin qapını qırmasına icazə verməkdir. Bu cür hadisələri normal, məzəli, zarafat kimi qarşılamaq, cəmiyyətdəki pedofiliya hallarının psixoloji baryerini yıxır və onlara zəmin yaradır. Həmin söhbətdə qarşılaşdığım və məni çox hiddətləndirən arqument də bu oldu. Onun hələ 16 yaşı var. 16 yaşında pedofil olmaz. Gəlin bu cahil düşüncəni elmin və faktların dili ilə darmadağın edək. Pedofiliya sadəcə yaşlı bir insanın uşağa təcavüz etməsi anı deyil. Bu, psixoloji və tibbi bir meyildir. Dünya psixiatriya statistikaları və kriminal faktlar sübut edir ki, cinsi kənarçıxmazlar məhz yeniyetməlik dövründə cinsi inkişafın başladığı o 14-16 yaş aralığında formalaşır və yavaş-yavaş özünü biruzə verir. Əgər 16 yaşlı bir gənc özünə pedofil adını yaraşdırırsa, bu mövzuda zarafatlar edirsə, uşaq pornoqrafiyasına maraq göstərirsə, bu uşaq dəcəlliyi deyil. Bu gələcəyin potensial manyakının yetişməsidir. Tarixə baxın. Ən qəddar sərrast qatillərin və uşaq istismarçılarının keçmişinə nəzər salın. Hamısının ilk siqnalları məhz yeniyetməlik dövründə verilib. Amma ətrafları buna uşaqdır, keçər deyib susublar. Biz bugün susaraq sabahın cinayətkarını öz əlimizdə bəsləyirik. Bunu hər kəs beynində
beyninə həkk etməlidir. Azərbaycan qanunvericiliyi pedofiliyanı bağışlamır. Bu cəmiyyətin ən ağır cinayətlərindən biridir və qanunlarımız buna qarşı sərt cəzalar, uzun müddətli azadlıqdan məhrum etmə nəzərdə tutur. Amma qanun cinayət baş verəndən sonra işə düşür. Bəs cinayət baş verməmişdən əvvəl kim işə düşməlidir? Biz valideynlərə və bacı qardaşları olan gənclərə səslənirəm. Uşağınızın əlinə verdiyiniz o telefonu yoxlayın. Hansı Discord kanallarındadır? Kimlərlə dostluq edir? Kimlərin zarafatlarına gülür? Gənclər, dostunuzun pedofil zarafatına gülmək sizi o cəmiyyətin mənəvi şəriki edir. Bu cool olmaq deyil, bu insanlığı itirməkdir. Hələ uşaqdır dediyimiz o 16 yaşlılar sabahın valideynləri, müəllimləri, həkimləri olacaqlar. İçlərindəki bu çirkinliyi müalicə etməsək, cəmiyyətdən təcrid etməsək, onlar sabah bizim bacı qardaşlarımızın və övladlarımızın həyatını qaraldacaqlar. Qədim İnk imperiyasında daşların altına bastırılan o pisliyi biz bugün demokratiya və zarafat adı altında üzə çıxarmamalıyıq. Bu mövzu ilə bağlı düşüncələrini rəylərdə qeyd et və müzakirəyə qatılmaq üçün açıqlamadakı linkdən Discord kanalıma qatılmağı unutma. Hələlik.